Dostlar, abituriyentsən, magistrsən, MİQ hazırlaşırsan, sertifikasiya hazırlaşırsan və yaxud da Word-dən biliklərin zəifdir. Fərqi yoxdur. Mütləq sən bu videoda Word haqqında, Microsoft Word haqqında yeni bir məlumat əldə edəcəksən. Xüsusən də abituriyentlər bu mövzuya diqqətlə baxsınlar. Kitabımızdan 8.1, 8 və 8.1 bölməni izah edəcəm. Deməli, Word proqramı bilirik ki, mətnlərin hazırlanması üçün istifadə olunan bir proqramdır. Bu proqram vasitəsilə biz hazırlanan mətnlərimizə müxtəlif cədvəllər, diaqramlar, şəkillər, düsturlar, fiqurlar və s. daxil edə bilərik, mətni formatlaya bilərik, üzərində müəyyən redaktə işləri görə bilərik. Formatlama və redaktə nə deməkdir, fərqi nədir, izah edəcəm. Word proqramının ilkin olaraq açılışına baxaq. Necə aça bilərsiniz? Bir neçə yolunu açmaq olar. Start menyuda, yəni baş menyuda Word-ü tapıb açmaqla, tez başlatma zolağında, bu hissədə, aşağı hissədə Word-ü əgər varsa sizdə onun üzərinə klikləməklə, əgər yoxdursa, ekranda Word-ün simgəsi varsa onu klikləməklə və yaxud da hər hansı bir Word sənədin üzərindən vurub, həmin sənədi açandan sonra oradan yeni bir dənə sənəd aça bilərsiniz. Word 2010-un açılışı bu formadadır. Yəni, Word proqramı açıldığı zaman da ilkin olaraq pəncərə sizi bu cür qarşılayacaq. İndi pəncərə haqqında ümumi bir məlumat verək, pəncərənin görünüşü haqqında. İlkin olaraq gəlir File menyusu. File menyusunda nələr görəcək? Sənədi yaddaşa vermək, açmaq, bağlamaq, yeni sənəd yaratmaq, çapa vermək və s. Sonra gəlir bu hissə, bu hissə Home-dan başlayıb View-da bitir. Bu hissə bizi alətlər lenti üzərində alətlər zolağı adlanır. Alətlər zolağında Home-dur, Insert-dur və alətlərimiz yerləşir. Sonra gələcək aşağı hissəyə baxsaq, bölmələr. Bu bölmələrdə qruplaşmalar. Məsələn, Home-a baxın, Home-un içinə daxil olduqdan sonra bu cızğı ilə ayrılıb bir-birindən. Bu hissə Clipboard-da. Burada qruplaşıb kəsmək, kopyalama, formatlama, yerləşdirmək və s. Son font gəlir. Fontda yazılar üzərində müəyyən formatlama işi görə bilərik, qalınlaşdırma, əyri vermək və s. Və paraqraf. Burada da abzaslar sətirlərini işləndir. Yəni, gördüyünüz kimi bu bölmələr qruplaşdırılmış şəkildə bizə göstərilir. Sonra gəlir yuxarı hissədə cəld giriş zolağı. Cəld giriş zolağında adətən, yəni susma halında 3 dənə əmr bizi qarşılayır. Save, yaddaşa vermək, Ctrl-Z və Ctrl-Y, əməliyyatı əvvələ və geri verilməsi. Yəni, bu 3 dənə göstərir, digərləri isə sonradan bu düymə vasitəsilə əlavə olunur. Adından da göründüyü kimi cəld giriş zolağıdır. Əl altında tez istifadə etdiyimiz hər hansı bir əmri bura yerləşdirə bilirik. Sonra gələcək bizdə xəttkeşlər, hər iki tərəfdə xəttkeş yerləşir. Burada bir sual işarəsi görürsünüz. Klaviatura yolu F1-dir. Diqqət edin, imtahana hazırlaşanlar, yəni bu sual kimi qarşınıza çıxa bilər. Bura vurduğumuz zaman bunun üzərində görürsünüz, Word haqqında müəyyən bir məlumatlar əldə edə bilərik. Yəni, yardım düyməsidir. Proqram üçün zəruri məlumatları əldə etməyə imkan verir bu hissədə. Sonra aşağı hissədə yerləşir vəziyyət paneli, neçə dənə səhifə var, hansı nömrəli səhifədəyik, sözlərin sayı, hansı dildən istifadə olunur, aşağı hissədə görünüşlər və miqyası göstərilir ki, bunlardan da baxır hansı istiqamət üzrə hazırlaşırsınız, orada imtahanda sual kimi qarşınıza çıxa bilər. Müəyyən qədər izah etməyə çalışacağım hər birini. Sonra aşağıda miqyas göstərilir. Görünüş üçün istifadə olunan bir miqyasdır. Yəni, bu miqyasın çapa heç bir dəxli yoxdur. Yəni, bunun miqyasını böyütdüm, çapda sənədim, yazılarım daha böyük çıxacaq çapdan. Elə bir şey yoxdur. Sadəcə görünüş üçün istifadə olunan bir əmrdir. Bu hissəyə qədər olan ümumi Word haqqında tanışlıq sadəcə imtahana hazırlaşanlar baxa bilərdi. Bundan sonra isə Word-da olan əmrləri izah edəcəm. Mətn redaktorunda işi bir neçə mərhələyə bölürlər. Mətnin daxil edilməsi, hal-hazırda yığılmış bir mətn var. Mətnin redaktə olunması, formatlanması, saxlanması və s. Redaktə dedikdə, məsələn, mən bu abzası tamamilə silsəm və yaxud da bu abzasa hər hansı bir sözü, cümləni silib, dəyişsəm, yenisini əlavə etsəm, bu artıq redaktə adlanır. Formatlama dedikdə isə hər hansı bir sözü seçdim,
Onu qalın verə bilərəm, əyri verə bilərəm, rəngini dəyişərəm, şriftini dəyişərəm. Bu isə onun formatlanması adlanır və yaxud da abzası formatlanması mərkəzə verərəm. Abzası sağa və ya da solda yazısını yerləşdirə bilərəm. İlkin olaraq deyək ki, Word-də, Word sənədində hər bir şey, bu hərflərdir, durğu işarəsi, rəqəmlər və s. hər bir şey simvol adlanır. Simvollar adlanır və Word proqramı açdığımız zaman ilkin olaraq bizi qarşılayan bu işarədir. Bu hərəkət edən işarə, cizgi kursor adlanır. Kursor mənə nəyə lazımdır? Yazının hardan başlayacağını göstərir. Kursor hardasa yazacağımız yazıda həmin yerdən başlayacaq davam etməyə. İndi klavişlərə baxaq. Klavişlər haqqında klaviatura, ekran klaviaturasında gətirdim. Adlarını da yenə çəkəcəm. Kursor dayanıb, dediyimiz bu cizgi. Kursordan əvvəlli yazıları silmək istəyirsinizsə, yəni backspace klavişi kursorun sol tərəfindəki simvolları silir. Kursorun əvvəlindəki yazıları silir, tək-tək silir, simvol-simvol silir. Bu imtahan hazırlaşanlar mütləq buna diqqət eləsinlər. Delete düyməsi isə kursordan sonraki yazıları silir. Yəni kursordan sağ tərəfdəki simvolları tək-tək silir. Ümumi ofis daxilində işləyənlər üçün də bir şey deyək. Həmçinin imtahana hazırlaşanlar, məsələn, magistr imtahanı hazırlaşanlar diqqət edə bilər. Backspace-lə və yaxud da delete-lə tək-tək simvol-simvol silinir. Amma mənə lazımdır bütün bir sözü silmək. Bu zaman istifadə edirik Ctrl və Backspace klavişlərindən eyni anda. Ctrl və Backspace. Hansı sözü siləcəksə, kursor həmin sözün yanına qoyuruq. Ctrl düyməsi kliklənir və Backspace klavişi kliklənir. Eyni anda gördüyünüz kimi bir dənə söz bütöv şəkildə silindi. Ctrl-Z elədim. Ctrl-Z də imtahanlara düşür. Ctrl-Z gördüyüm işi geri qaytardım. Yəni, ləğv elədim hər hansı bir əmri bərpa elədim. Düzülüblər sözü silindi və Ctrl-Z vasitəsilə geri qaytardım. Ctrl-Y-ni vursam, gördüyünüz kimi qaytardığım əmri yenidən elədim, ləğv elədim. Və yaxud da buradan istifadə edə bilərsiniz. Ctrl-Z, Ctrl-Y vasitəsilə. Sonra biz kursoru dedik ki, hansısa bir yerə qoymalıyam ki, orada yazı üzərində işimizi görə bilər. Biri var, sıçan vasitəsilə kursoru istədiyimiz yerə aparıb klikləyək. Biri var, klavişlərdən istifadə edə bilərik nəyi? Burada 4 dənə ox var. Baxın, aşağı hərəkət gedir, oxlar vasitəsilə və yaxud da sağa doğru tək-tək simvol-simvol gedir və yaxud da sola doğru. Bu klavişlərdə mütləq öyrənirsiniz. İmtahana buradan sual düşür. Mütləq diqqətlə öyrənin. Kursorun idarə edilməsi düymələrindən 4 dənəsi bunlardır. Bu 4 klaviş kursoru sağa sola hərəkət elətdirir. Və burada var Home. Bir dəqiqə. Ekran klaviaturasından hal-hazırda gözümə dəymir. Digər istifadə olunan əmrlərdən biri Home-dur. Kursoru birbaşa, baxın, kursor hal-hazırda bu hissədədir. Kursoru birbaşa sətrin əvvəlinə gətirir. End isə kursoru birbaşa sətrin sonuna keçirir. Magistra hazırlaşanlar diqqət eləsin, çünki hər il klaviaturadan, klavişlərdən bir sual düşür. Və bunu tətbiq edərək öyrənmək, yaxud da baxaraq öyrənmək daha çox yadda qalır. Page Up, page dalına baxaq, bir ekran görüntüsü qədər səhifəni aşağı endirir. Page Up bir ekran görüntüsü qədər, yəni ekran görüntüsü nə qədərsə, bir o qədər səhifəni yuxarı qaldırır. Ümumiyyətlə gördüyümüz bu işləri daha sürətli görmək istəyiriksə, Ctrl düyməsindən istifadə olunur. Ekran klaviaturasını aşağı endirək, yazımızı biraz çoxaldaq. Biz dedik ki, Home End lentavı kursorun əvvəlinə və sonuna keçir. Tək başına olduqda Home və Endlə sətrin əvvəlinə sonuna keçid eləyə bilərik. Ctrl düyməsini tutduğumuz zaman isə, yəni Ctrl Home vurduqda kursor səhifənin ilkin başlanğıc hissəsinə gəlir. Ctrl Endi vurduqca səhifənin sonuna, yəni yazının bitdiyi yerə keçid eləyir birbaşa. Ctrl Home, Ctrl End bu formada.
Eyni ilə Ctrl düyməsi və Page Up düyməsində eyni anda istifadə etdiyimiz zaman Page Up bir səhifə yuxarı, Page Down bir səhifə aşağı, Ctrl Page Down. Təklikdə Page Up olduqda bir ekran görüntüsü gedir. Baxın, bu hissədən də görə bilərsiniz. Aşağıda səhifə, birinci səhifədə. İndi Ctrl Page Down-u göstərdim sizə. Keçdi birbaşa ikinci səhifəyə. Ctrl Page Up keçdi birbaşa birinci səhifəyə. Amma tək-tək Page Up-ı hal-hazırda vururam. Bir ekran görüntüsü aşağı, Page Up-la bir ekran görüntüsü yuxarı qalxır. Bu da klaviatura üzərində olan düymələr. Vacib hissələrdən biri abzas anlayışıdır. Abzas anlayışı nədir? Abzas dedikdə Enter klavişini basılana qədər olan mətn fraqmenti. Bu cümlələr, yazılar və s. ola bilər. Yazılarımızı yazsaq çoxlu, mən vaxt itirib yazmaq istəmirəm bu formada və gedir. Mən Enteri vurduğum zaman yeni bir abzas başlanmış olur. Ctrl-Z ilə gördüyümüz bütün işləri geri qaytara bilərik. Belə tək-tək də edə bilərsiniz. Amma vaxtımız gedir. Açıram bu hissəni Ctrl-Z-ni. Görürsünüz, gördüyüm işlərin ardıcıllığı burada göstərilir. Hara qədər istəyirəm, ora qədər seçim edə bilirəm. Birbaşa bir neçə əməliyyatı ləğv eləmiş oldum. İndi keçək sizə bayaq danışdığım formatlama və redaktorun fərqini. Formatlama zamanı mətnin özü deyil, sadəcə onun görünüşü dəyişilir. Amma redaktə etdikdə ümumi şəkildə məzmun dəyişə bilər. Çünki hər hansı bir abzas silə bilərik, əlavə eləyə bilərik, cədvəl daxil edə bilərik və s. İndi formatlamağa baxaq. İstəyir yazının, istəyir də abzasının formatlamasını öyrənək. Yazılarla formatlama işi görmək istəyiriksə, Fontlen tabından istifadə edəcəyik. Digərini isə paraqrafda. Abzaslarla işləyəndə bu hissə. Demək, ilkin olaraq biz yazını necə kəsirik, kopyalayırıq, yerləşdiririk, bir neçə yoluna baxaq. Sonra isə formatlamaya baxarıq. İlkin başlayaq yazının seçilməsindən. Yazının seçilməsində bir neçə yol var. Ya yazının üzərinə kursoru gətirib 2 dəfə klikləyirəm, bu söz seçilir, sadəcə bir dənə söz seçilir. Və yaxud da kənara çıxıram, görürsünüz, burada olanda kursor işarəsi olur. Kənara çıxdığımız zaman isə kursorun forması dəyişilir, ox formasına keçir. Bu hissədə bir dəfə kliklədiyimiz zaman bütün bu sətr seçilmiş olur. Ctrl düyməsini əlimizdə saxlayıb hər hansı bir cümlə daxilində bir yerə vursa, Ctrl əlimizdə saxlanır və sıçanın sol düyməsini klikləyirik, bütün bir cümlə seçilir. Yenə magistra hazırlaşanlar bu hissəyə diqqət eləsinlər. Select seçməkdir. Burada əmrlər içində burada select də var. Bundan da select all edib və ya da Ctrl A vasitəsilə bütün mətni seçə bilərik. Bütün mətni seçmək istəmiriksə, ya sözü, ya sətri, ya cümləni seçməyi göstərdim və yaxud da sıçanın sol düyməsini gətirirəm seçəcəyim məlumatın əvvəlinə və istədiyim istiqamətdə hərəkət elətdirərəm. Bir yox, bir neçə dənə məlumatı seçə bilərəm. Və yenə diqqət etməli olduğumuz yer. Eyni anda bir neçə sözün və yaxud da bir neçə cümlənin seçilməsi. Nə edirik? Birinci məlumatı seçirik. Ctrl düyməsini əlimizdə saxlamaqla, növbəti məlumatların üzərinə klikləməklə fərqli yerlərdə olan yazıları eyni anda seçmiş oluruq. Ctrl düyməsini əlimizdə saxlamaqla. Shift düyməsini əlimizdə saxlasaq klaviaturadan və aşağı doğru oxla hərəkət eləsək, shift və aşağı doğru ox, bu zaman gördüyünüz kimi yanaşı olan məlumatlar seçilir və yaxud da shift yuxarı doğru və yaxud da shift-lə qoydum kursoru bura, sağa doğru hərəkət etməklə tək-tək simvolları seçə bilərik. Yəni shift yanaşı olan məlumatları seçmək üçündür, Ctrl isə fərqli yerlərdə olan məlumatların seçilməsi üçün istifadə edilir. İstəyir ofis daxilində işləyirsə bu məlumat sizə lazımlıdır, istəyir də hər hansı bir imtahana hazırlaşırsınızsa. Məlumatı seçməyi öyrəndik. Seçilmiş məlumatın yerini dəyişmək istəyirik və yaxud da kopyalamaq istəyirik. Necə edirik? Məlumat seçiləndən sonra bir neçə yolu var. Ya əmrlər içində katı seçirik, bu kəsir. Məlumat kəsildiyi zaman həmin yerdə qalmır.
kursoru bizə lazım olan yerə yerləşdirib yeni əmrlərdən paste edə bilərik və yaxud da sözü seçdik. Üzərində sağ düymə, açılan əmrlərdən katı yenə eyni ilə seçə bilərik və sağ düymə yenə yerləşdirmək üçün paste seçə bilərik. Klaviatura yolları seçilmiş məlumat Ctrl-X, yerləşdirmək üçün lazım olan yerə kursoru yerləşdirib Ctrl-V-ni vururuq. Və yaxud daha rahat yolu drag and drop texnologiyasından istifadə etməklə, yəni seçilmiş fraqmentin üzərinə, baxın, seçdik fraqmenti, sıçanın sol düyməsini basılı vəziyyətdə saxlayaraq məlumatı istədiyimiz yerə sürükləyirik və lazım olan yerdə əlimizi buraxırıq. Bir neçə yolla məlumatı kəsib başqa bir yerə yerləşdirdik. Kəsdiyimiz və yaxud fərqi yoxdur, kopyaladığımız məlumatlar clipboardda yerləşir. 24 dənə söz saxlaya bilir yaddaşında. 24 söz bitəndən sonra bir söz silinir, onun yerinə növbəti söz gəlinir. Seçdiyim məlumatı kat elədim. Çünki bizim paste vuranda, yəni yerləşdirməyə vuranda, Ctrl-V-ni vuranda ən son nəyi kəsmişiksə o yaddaşında qalır, onu yerləşir. Ondan əvvəlki hər hansı bir məlumatı yerləşdirmək istəyiriksə, buradan istifadə edə bilərik. Məsələn, Azərbaycan dilində yazı yazırsa, sizə tez-tez W hərfi lazım olur hər hansı bir sözlərin yazılışında. Hər dəfə dili dəyişməkdən onu bir dəfə kopyalayırıq, atırıq bura, ya da kəsib atırıq, fərqi yoxdur. Ondan sonra istədiyimiz qədər sözü kəsə bilərik, kopyalaya bilərik, fərqi yoxdur. Mənə nə zaman ki lazım oldu həmin hərf, gəlirəm və buradan onun üzərində bir dəfə klikləməklə ekrana gətirə bilirəm. 24 dənə söz saxlayırıq yaddaşına. Bu yazılar indi 25 olanda 26 və s. bu silinə bilər. Ona görə arada bizə lazım olmayan hər hansı bir mətn hissəsini, kəsilmiş hissəni buradan üzərinə klikləməklə delete vurub silə bilirik. Paste olunursa bütün buradakı nə qədər məlumat varsa hamısı ekrana gələcək. Clear olunursa burada nə qədər məlumat var hamısı silinəcək. Ona görə istədiyiniz məlumatı ekrana tək-tək gətirmək istəyirsiniz, ya üzərinə bir dəfə vurursunuz, ya burada sağ düyməni klikləyib paste eləyə bilirsiniz və yaxud da silmək istəsə delete vurub silə bilirsiniz. Bu hissədə yenə magistrlar diqqət eləyə bilərlər. Və sözün kopyalanmasına və yaxud hər hansı bir məlumatın kopyalanmasına baxaq. Məlumat ilkin olaraq seçilir, mütləq məlumat seçilməlidir. Məlumat seçiləndən sonra əmrlərdən copy-ni vurmaqla məlumatı kopyalayırsınız. Kopyalanmış məlumatın kəsilmiş məlumatdan fərqi odur ki, kopyalanmış məlumat həmin yerdə də qalır və biz onu hara yerləşdirəcəyik, həmin yerdə də o görünür. Amma kəsdiyimiz zaman həmin yerdə görünməyəcək, biz sadəcə hara yerləşdiririk, həmin yerdə yerləşdiriləcək. Hər hansı bir sözü yenə seçirəm, üzərində sağ düyməni vurmaqla yenə kopya eləyə bilərik. Yenə yerləşdirmək istəsə sağ düyməni vurub, yenə buradan paste-dən yerləşdirə bilərik. Və yaxud da klaviatura yolu məlumatlar seçilir, Ctrl-C vasitəsilə kopyalanır, sonra Ctrl-V vasitəsilə yerləşdirir. Bu hissələrdə çox diqqət edin, fərqi yoxdur, hansı istiqamətlə hazırlaşırsınız. Word-dən bu tip suallar sala bilir. Müəyyən bir məlumat seçildi, kopyalandı, yerləşdirildi və yaxud da kəsildi, yerləşdirildi. Sonda soruşur ki, nə qədər söz qaldı. Diqqət edin ki, kəsiləndə həmin məlumat orada qalmır, o sayı nəzərə alma. Neçə dəfə də yerləşdirmişsə, bir o qədər görünür. Kopyalananda isə məlumat həm orada qalır, həm də yerləşdirdiyiniz yerdə qalır. Bunlar da məlumatların kəsilməsi, kopyalanması, öyrəndi bu hissəni, həm klaviatura yolu, həm əmrlərdən mübadilə buferini, yəni bu hissədən söhbət gedir. Bu hissəni biz öyrəndik, niyə istifadə edirik? Bu hissənin digər bir yerində göstərim. Ofis daxilində işləyənlər üçün və yaxud da imtahana hazırlaşanlar üçün daha rahat. Məsələn, siz Word-də işləyirsiniz, Excel-də. Word-dən bir şeyləri kopyalayıb Excel-ə yerləşdirməlisiniz. Məlumatı burada kopyalayın, gedin digər proqramda Clipboard-u açın, orada kopyalanmış məlumatlar yerləşəcək və oradan məsələn 10 dənə sözdür, burada kopyalayıb hər dəfə gedib digər proqramı açıb yerləşdirmək vaxt itkisidir. Kopyalayırsınız, məlumatlar bura düşür, gedirsiniz digər proqramı açırsınız və həmin yerdə Clipboard-u açıb o məlumatları tez sürətli şəkildə lazım olan sənədinizə yerləşdirirsiniz. Bəli dostlar, davam edək qaldığımız yerdə. Danışan fontlardan. Font hissəsində
Buradan şriftlərdən danışaq. Şrift nədir? Sənədin mətnində müxtəlif şriftlərdən istifadə olunur. Baxın, bəziləri elə şriftlər var ki, ə hərfi düşmür, elə şriftlər var dizayn üçündür, elə və adi istifadə olunan şriftlərdir. Şrift eyni dizayna malik simvollar yığınıdır. Eyni bir şriftin müxtəlif ölçüləri olar. Ölçüləri də bu hissədən seçə bilirik. Burada ən kiçik ölçü 8, ən böyük ölçü 72 göstərir. Amma siz ölçünü istədiyiniz kimi özünüz dəyişə bilərsiniz. Məlumatı buradan silib yaza bilərsiniz və yaxud da yazının ölçüsünü buradan böyüdüb, bu hissədən isə kiçildə bilərsiniz. Və dediyim kimi, ya da bura istədiyiniz bir rəqəm yazmaqla ölçünü dəyişə bilərsiniz. Şriftlərdə də istədiyiniz şrifti buradan seçə bilirsiniz. Görürsünüz, şrifti seçdikcə o məlumatın yazılış forması dəyişilir. Burada şriftin ölçüsü punktla göstərilir və diqqət etməli olduğumuz hissə nədir? Kitabda var, imtahan sualı kimi də düşə bilər. Bax, burada mən yazmışam 12, nöqtə qoyuram. Yazıram 4 və enteri verim, icazə verməyəcək. Burada ya 12 yazmalısın, ya 13 yazmalısın və yaxud da ara göstərmək istəyirsənsə 5-5 göstərməlisən. Dəqiqə. Burada rəqəmləri ya 12, 14, 16, 18 belə göstərəcəksiniz, ya da göstərmək istəyirsinizsə nöqtə ya da vergül 5 ilə göstərə bilərsiniz. Bu formada göstərəcək. Yəni 12,4 icazə verməyəcək. Şriftin ölçüsü 0,5 punkt dəqiqliyi ilə göstərilir. Yəni vergüldən sonra 5 verə bilərsiniz. 4, 3, 2 belə icazə verməyəcək. Yaxud da tək-tək yerləşdirirsiniz. Şriftlər haqqında məlumatı verdim. İmtahana hazırlaşanlar üçün, ya da ofis daxilində də baxır kimin işinə, bu məlumat vacib ola bilər. Deməli, burada nə edirik? Şrifti seçəndə şriftə uyğun forma dəyişilir. İndi görmüş şrifti tapa biləcəm. Bəzi şriftlər çıxıntılıdır. Bax, indi hal-hazırda olan şrifti. Bilmirəm, hiss edə bilirsiniz, yoxsa yox. N hərfin yazılışına baxın, son hissəsinin bitməyinə və digər bir də yazılışa baxın, N-nın bitməyinə. Girintili, yəni çıxıntılı şriftlər istifadə olunur, bir də çıxıntısız şriftlərdən istifadə olunur. O da baxır, sizin yazınızın başlıq yazı kimi yazırsınız və yaxud da adi mətn kimi yazırsınız. Ona uyğun variantlardan birini seçə bilərsiniz. İndi keçək məlumatların, mətnlərin formatlanmasına. Məlumat seçilir. İlkin olan mütləq məlumatı seçməlisiniz. Məlumatı seçirsiniz. Ya əvvəldən yazınızın ölçüsünü, şriftini, qalınlığını, rəngi dəyişiləcəkmi, onların hamısını ya əvvəldən seçirsiniz yazını başlamadan və yaxud da artıq yazını yazmısınız, sizə hansı hissə lazımsa həmin məlumatı seçib onun üzərində işləyə bilərsiniz. Məlumat seçiləndən sonra qalın yazılış vermək istəyirsinizsə və bunların mütləq klaviatura yollarını öyrənin, bolddan istifadə olunur. Bu Ctrl+B. Yazıya qalınlıq verdi. Və mən ümumi şəkildə işlədiyim zaman istəyir imtahan sualında verə bilər bunu fərqli və yaxud da ofis daxilində işləyirəm. Hər hansı bir yazı üzərində nə iş gördüyünü, necə formatlama elədiyini bilmək istəyiriksə, yazının içinə bir hissəsi və yaxud da kənarına qoyun, yəni həmin yazıdır. Orada yuxarı hissədə sizə göstərəcək. Baxın, məsələn, bu abzası mərkəzə verdim, mərkəzin işığı yanır. Bu yazı üzərində görürsünüz, dayandığım zaman bu hərfin işığı yanır, ya qalınlıq verib. Digərini amma keçdiyim zaman gördüyünüz kimi bunun işığı yanmır. Yəni, işıq yanırsa məlumat, həmin əmr aktivdir və mən həmin əmri söndürürəm, deaktiv eləyirəm. Sonra yazıya qalınlıq verdi, Ctrl+V ilə də verə bilərəm. Yazıya əyri vermək, yəni kursiv yazı. Bəzən informatika üzrə imtahana girməsəz də, imtahanlarda yazırlar, suallarda, abituriyent testlərində görürəm. Kursiv yazı. Kursiv yazı, yəni bu yazıdır. Görürsünüz, aşağı, sağa doğru meyllənmiş bir yazıdır. Həmçinin bunları öyrənməklə Ctrl+I-dır, klaviatura yolu. Abituriyentlər və yaxud da MİQ-ə hazırlaşanlar HTML-də teqləri də öyrənmiş olurlar.
Yazının altından xətt çəkmə, underline, hər hansı seçilmiş bir yazının altından xətti burada çəkə bilərsiniz. Xəttin rəngini dəyişə bilərsiniz və yaxud da digər başqa bir xətt variantlarına buradan seçə bilərsiniz. Yazının üstünə xətt çəkmək. Hər hansı bir yazını, məsələn 5-in kvadratı yazmaq istəyirəm və yaxud da H2O yazmaq istəyirəm. Bu 5-in kvadratını yazmaq üçün 2 seçilir, yuxarı indeksi vurulur. H2O-da 2-ni seçirik, aşağı indeksi vururuq. Yuxarı və aşağı indeksdə yazı yazmaq. Məlumat seçilir və buradan seçdiyimiz hər hansı bir stillə yazıya yeni stil verə bilirik. Həmçinin burada çöl xəttlərini dəyişə bilirik, kölgəsini verə bilərik. Belə bu formada əks olunmalar. Yəni bunlarla özünüz məşğul ola bilərsiniz. Bir baxır, çox da imtahanlarda istifadə olunmur, iş yerlərində baxır kim hansı işlə məşğuldur. Sonra yazını vurğulamaq üçün, hər hansı bir yazını vurğulamaq üçün istifadə edə bilərsiniz. Yazının rəngini dəyişmək üçün istifadə edə bilərsiniz. Digər rənglər var, ikili rənglər var. Yazıya format vermək budur. Qalın vermək, əyri yazma, altından xətt çəkmək, yazının rəngini dəyişmək və bunu da deyim ki, imtahanlarda çox düşmür. İndi mən 8.1 abituriyentlərin dərsliyinə uyğun sıra ilə gedirəm. Amma yadıma düşdükcə vurğulayıram abituriyentə lazımdır, ya MİQA, magistra ya da ofis daxilində işləyənlərə. Məsələn, bu imtahanlarda elə də düşmür. Format Painter, ofis daxilində istifadə edənlər bunu bu düyməni istifadə edə bilərlər. Formatlı sözün seçirik. Sonra gəlib Format Painter vururuq, işığı yandı. Belə bir kiç işarəsi yaranır. Və bizə lazım olan yazının üzərinə çəkməklə bu yazını da əvvəlki yazı formatına çevirə bilirik. Və yaxud da formatsız bir forma. Yenə Format Painteri götürüb digər yazının üzərinə çəkməklə onu da eyni görünüşə gətiririk. Bəzən olur, yazıya format verirəm, renk verirəm, qalınlıq verirəm, verdiyim rəngi bu standart rənglərdən vermirəm, bir də oturub onu tapmaq və yaxud da gördüyüm işi bir neçə də görmək istəmirəmsə, bu əmr köməyimizə çata bilər. Sonra əmrlərdən yazıya verilmiş bu formatların hamısını silib təmizləmək istəyirsiniz. Birbaşa təmizləmək istəyirsiniz. İlkin vəziyyəti qaytarmaq istəyirsinizsə, clear formattingdən istifadə edirsiniz. İlkin vəziyyət görürsünüz, ilkin vəziyyətdə. Bütün şrifti də dəyişdi, ölçü də, bütün verdiyimiz formatlar da hamısı dəyişildi. Yox, müəyyən formatı silmək istəyirsinizsə, onda hansı formatı istəmirsinizsə, onu işığını söndürməklə həmin formatı deaktiv edirsiniz. Və verilmiş yazını yazmısınız, sonradan görürsünüz ki, bu yazını böyük hərfə çevirmək lazımdır, yaxud da böyük nə yazmısınız, kiçiyə çevirmək lazımdır və yaxud da bir neçə variantda var. Onda nə edirsiniz? Seçirsiniz lazım olan məlumatı, burada seçə bilərsiniz. Bax, ilkin olaraq cümlədəki kimi verir, bu variantda hamısını kiçik hərfə çevirir, bu variantda hamısını böyük yazılışa çevirir. Burada sadəcə sözlərin ilkin hərflərini böyüdür. Burada isə böyük, kiçik, kiçik, böyük verir və bu dediyimiz kimi cümlədəki ilkin cümlə formasında saxlayır. Yəni birinci böyükdür, qalan hamısı kiçikdir. Bunu eyni ilə klaviatura yolunda da Shift F3 ilə istifadə edə bilərsiniz. Shift F3. Görürsünüz, oradakı variantlar yaranır. Shift F3. Mətnlərin formatlanmasından bu qədər. Keçirik abzasların formatlanmasına. Mətnləri formatladığımız zaman mütləq lazımdır ki, hansı sözü, bir neçə sözü formatlayacaqsa onu seçim edək. Amma abzasları formatladığımız zaman abzasın olduğu hissədə kursoru hər hansı bir hissəyə qoysa bizə kifayət eləyəcək. Və yazıların yazılması. Hal-hazırda görürsünüz, işığı yanır. Yazı soldan başlayır. Seçilmiş abzası mərkəzə yerləşdirmək üçün və klaviatura yolu Ctrl-E-dir. Bu əmri istifadə edir. Yazı mərkəzdə olur və mən Enter vurub Enterlə aşağı düşmək istəmirsinizsə, yəni abzas düşmək istəmirsinizsə, Shift Enter vuranda sətr düşür. Hər hansı bir məlumatımı yaza bilərəm. Shift Enterlə sətr və sətr düşürəm. Amma Enterə vuranda artıq növbəti abzasa düşəcək. Belə də normalda da mən yazımı yazdığım zaman
Sətrin sonuna çatanda zaten özü aşağı düşəcək. Amma sətrin sonuna çatmadan siz aşağı düşmək istəyirsə, Shift Enter-dən istifadə edə bilərsiniz. Yəni bu hissədə yazı mərkəzdə olduğuna görə mərkəzdən başlayır, sağa və sola doğru əyilir və gördüyünüz kimi sağ-solda hər iki tərəfdə çıxıntı var. Hiss edirsə. Yazını sağdan başlayır yazmağa. Yəni mənim yazım nə yazılırsa sağdan başlanır, sola doğru gedir. Və digər hissədə də hər iki tərəfdən bərabərləşdirir. Aralara boşluqlar atdı. Yazının hər iki tərəfini, həm sağını, həm solunu düzləşdirdi. Və hər birində klaviatura yolu üzərinə gəldiyimiz zaman göstərir bizə. Sətirlər arası və ya abzaslar arası məsafənin təyin olunması buradan istifadə olunur. Sətirlər və abzaslar arası məsafə. Dediyim kimi, bunu sadəcə şəkil olaraq imtahanda sizə düşə bilər. Amma dərinliyinə girmək istəyirsinizsə, yəni ofis daxilində işləyirsinizsə, bu hissəni açıb, açılan pəncərədən əvvəlki, yəni əvvəl və sonraki seçilmişsə də məsafəni dəyişə bilərsiniz. Görürsünüz, seçdiyim abzasdan aşağı-yuxarı məsafəni dəyişdim. Əvvəldə burada göstərir. Və yaxud da arasındakı məsafəni buradan təyin edə bilərsiniz. Eyni ilə də bunun bir dənə qısa yolunu da sizə göstərim. Bax, bu hissədən də seçə bilərsiniz. Görürsünüz, bu hissədən də məsafəni özünüz tənzimləyə bilərsiniz. Daha rahat yoldur. Və yaxud da dediyim kimi, burada lazım olan variantlar varsa, variantlardan hər hansı birini seçib istifadə edə bilərsiniz. Abzaslara rəngin verilməsi bu formada. Abzasları çərçivəyə salmaq. Bunun haqqında, yəni bu cür xətlərin çəkilməsi, fərqli xətlərin çəkilməsi Instagram səhifəmdə qısa yolunu göstərmişəm. Burada da bununla aid olan göstərirəm. Aşağı xətti qoya bilərsiniz və yaxud da aşağıdan bir xətti verə bilərsiniz. Yuxarı hissədə xətt verə bilərsiniz və yaxud da yuxarı aşağı eyni anda olar, fərqi yoxdur. Sağa və yaxud da sola belə xətlər sala bilərsiniz. Ümumi şəkildə belə cədvəl formu. Zaten burada hamısını neyini bizə göstərir. Şəkillərlə göstərir ki, neyinəmək lazımdır. Burada sizə bir şey göstərim. Baxın, burada seçirsiniz üstəgəli. Üstəgəli seçəndən sonra Enter-i siz vurduğunuz zaman bu formada, ana dil dəftərinə uyğun formada xətli belə cədvəl gəlir. Yəni cədvəl deyil, sadəcə ana dil dəftərinə oxşar bir forma xətlər yaranır. Buradan da aralarındakı məsafəni silməklə xətləri yaxınlaşdıra bilərsiniz bir-birinə və belə yazılar yazıb istifadə edə bilərsiniz. Ya da yazısız belə tək-tək xətləri çəkib, shift çıxla o xətti çəkib, kopyalayıb yerləşdirməkdənsə bu xəttdən də istifadə edə bilərsiniz. Və ən çox istifadə olunan əmrlər, yuxarıda olan əmrlər. Bu əmrlər hər birinizə lazım ola bilər. Baxın, burada qoyduğumuz zaman görürsünüz, işığı yandır. Belə işarələrin qoyulması. Yazını ya dediyim kimi əvvəldən bu işarəni qoyursunuz, başlayırsınız yazınızı yazmağa və yaxud da yazmısınız, fərqli yerlərdə olan yazıları da necə seçirsə göstərdim. Yazıları seçib bu əmri açmaqla istədiyiniz işarəni buradan göstərə bilərsiniz. Hətta bu hissədən yeni işarələr özünüzdə şəkil və yaxud da simvollar yerləşdirə bilərsiniz. Yəni, bu imtahanda düşmür. Bu ofis daxilində işləyənlər üçün deyirəm. Və yaxud da yazı istəmirsiniz, nömrələmək istəyirsiniz, yazıları nömrələyə bilərsiniz. O imtahana girənlər sadəcə ad olaraq öyrənsinlər. Və yaxud da 1.1 maddələrlə yazı yazmazsa onları istifadə edə bilərsiniz buradan. Və boşluq sağa doğru yazını aparır, soldan boşluğu verir və yaxud da əksinə bunu istifadə edə bilərsiniz. Amma burada dayandığımız zaman bu işarələr olduqda sağa solu bunu apardığımız zaman və yaxud burada alınmadı, bir dəqiqə nömrələrdə göstərim. Nömrəni də düşdü aşağıya.
buradan seçmişəm 1.1'ləri və mən bunu vurduqda göstər 4.1, 4.1.1 bu formada göstərəcək. Yazımı yazıb enter vururam. 4.2, 4.3 və yaxud da geri qaytarmaqla 5'ə gətirib yazını yazıb yenidən lazım olduqda bu işarəni vurduqla birlərin sayını çoxaldıb azalda bilərəm. Əslində bu işarələrlə də olur. Sadəcə başqa formada belə göstərir. Bayaq göstərmədi, indi göstərir. Və yaxud da bu formada nömrələnmə eləmişsiniz. Bunları irəli geri gətirməklə məsələn yazdınız 4, AB variantı ya da C variantı, 5 yazdınız, A variantı və yaxud da B variantı bu cürdə istifadə edə bilərsiniz. Yenə dediyim kimi Word-dən işləyənlərə aiddir. Və dediyimiz kimi sağdan soldan boşluqların verilməsi və yaxud da yazını sağdan başlatmışamsa, bunu bu cürdə bu hissədən də istifadə edə bilərəm. Belə. Və yaxud da bu yazını buradan belə gətirə bilərəm. Baxın, bu hissədən. Görürsünüz, belə. Bu işarə ilə yazını bura gətirə bilərəm. Və yaxud da burada yenə daha sürətli yolu var. Görürsünüz, mən orada məsafəni dəyişmişəm və yaxud da buradan da ölçü ilə də istədiyim ki, məsafəni dəyişə bilərəm. Amma bunu işlətmək üçün yazınız gərək sağdan başlasın. Sağda göstərsin. Yazıların və paragrafların, yəni sətirlərin azaslarının bir dənə bu qaldı, unuttum bunu deyim. Görün, bunu belə göstərə biləcəm. Əlifba sırasına düzülüşü vermək, əlifba sırasına imtahana hazırlaşanlar bu iki sözü mütləq öyrənin. Bu aksesdə də qarşısına çıxacaq. Baxır, imtahanı hansı istiqamətdə verirsə, bu Excel-də də qarşısına çıxa bilər. Birinci əlifba sırasına görə mətnləri düzmək, ikinci əlifba sırasının əksinə və yaxud da burada mətn deyilsə, rəqəm isə azalan sırayla, çoxalan sırayla düzə bilərsiniz. Bunu belə göstərmək üçün yaxşı bu A ilə başlayan məlumatımızı verək. Burada düşək aşağıya. B ilə başlayan məlumat olsun və s. Seçək yazımızı və buradan göstərməyə çalışaq. Tərsinə düzək. Bura. Qarışıq şəkildə yazaq. Və əlifba sırasına görə düzülüş. Görürsünüz, eyni yerə gətirdi. A-lar, sonra B-lər əlifba sırasına uyğun düzüldü. Bu iki dənə formatlama bitdi. Mümkün qədər yadımda nələr ki düşdü deməyə və vurğulamağa çalışdım. Biraz da sürətli danışdım ki, video çox uzun olmasın. Nəsə hər hansı bir səhv olsa aşağıya yazarsınız deyərəm ki, səhvdir yoxsa yox. İndi keçək bu hissədə, bax bu hissədə Find'dir, Replace'dir və Select'dir. Bunlara baxaq. Select haqqında eyni formatlı yazıların seçilməsi yenə mən Instagram səhifəmdə göstərmişəm. Select all bütün mətnin seçilməsidir. Və mən əgər fiqurlar, şəkillər haqqında gələn dərs danışacağım, mən səhifəmdə fiqurlar, şəkillər varsa, bunları tək-tək seçmək olmur, tək-tək seçmək olur. İkisini eyni anda seçmək istəyiriksə, ya klavişdən istifadə edəcək və yaxud da daha rahat yolu select obyekti vururuq və belə bir işarə gəlir. Mən də istəyirsəm bu bəzi şeyləri burada deyirəm, amma alınmır. Bunu vurduğumuz zaman belə işarə açılmalıydı və mən hər ikisini seçməliydim ki, göstərmir. Yox, heç cürə göstərmədi. Select obyekti vurduğumuz zaman belə üstəgəl işarəsi gəlir və bunu vurub belə açırıq, göstərir. Və yaxud da buradan Selection Pane-i açmaqla hər hansı bir fiqurumun hal-hazırda silmək istəmirəm. Amma bu mənə lazımdır da. Hal-hazırda da görünməyini istəmirəm. Göz işarəsini yummaqla onun ekranda görünüb görünməməsini təmin edə bilərəm. Select obyekti yenidən yoxlayıram. Alınmır. Əgər sizdə də alınmasa, problem deyil. Bunu necə edirik? Birincini seçirik, kontrol tutub digərin üzərində kliklədik. Hər ikisi seçilmiş olur. Belə. İndi də seçilib qrupda düşüb. Bəli, ayırdım.
Bu belə. Select seçim haqqında olanları sizə dedim. Keçdik Find-a. Find axtarmaqdır. Ctrl+F-dir. Açıldığı zaman pəncərədə məsələn hər hansı bir hərf yazaram. D yazım. D-ni axtardı harda varsa. İndi söz axtarsa yazsaydım söz axtarardı. İndi bu sözdən də neçə dənə var? Dəyişən sözüdür. Dəyişən sözdə bir neçə yerdə var. Axtardım, bunun üzərində klikləyirəm. Hardasa gedir. Mənə həmin o cümləni, dəyişən sözün işləndiyi cümlələri, abzasları tapıb göstərir. Eyni ilə bax burada deyə bilərəm sizə, şəkillər olan bölmədə bunu vursam, mənə fiqurları seçəcək. Göstərir ki, 2 dənə fiqur var. İrəli geri getməklə istənilən birini seçim eləyə bilərəm. Yəni 100 səhifə, 30 səhifə, 20 səhifə, yəni böyük sənətlə işləyirsinizsə, oturub orada bir-bir şəkilləri, fiqurları və ya hər hansı bir söz tapmaq vaxt etkisidir. Bu qısa yollarla istifadəyə tapa bilərsiniz. Həmçinin cədvəlləri, düsturları, kommentariyaları və s. tapmaq olar. Find-da imtahanda qarşısına çıxacaq. İndi bu dərəcədə şəkli tapma, fiquru tapma, baxır imtahana, amma çıxmaz. Ofis daxilində işləyənlər üçün deyirdim. Sonra replace. Replace-dən məsələn üçün düşür, suallar düşə bilər. Bəzi test kitablarında var. Replace əvəz etmədir. Replace-i yazırıq bura. Mətndə lazım olan sözü birinci hissəsinə, find hissəsinə yazırıq. Sonra hansı ilə dəyişəcəm? Hər hansı bir hərf səhv eləmişəm, amma hərf səhv eləmişəmsə, hərfi tək şəkildə bura yazmayın ki, bu ş-nı məsələn s yazmışam, ş yazmalıydım. Bura s, bura ş yazmayın. Bütün lazım olan yerdəki s-nı da ş ilə əvəz edəcək. Sözü səhv yazmışsa, sözün səhv yazılışını birinci yerə yazın və aşağı hissəyə də lazım olan yeri, sözü yazın. Yəni əvəz eləmək istədiyimiz sözü. Dəyişən sözünü axtar sözünü əvəz eləyirəm. Replace-i vurmaqla tək-tək əvəzləyə bilərəm. Replace olursam hamısını əvəzləyərəm. Məsələn, deyirsiniz ki, mənə bu dəyişən sözünü əvəzləmək yox, növbəti sözləri əvəzləmək lazımdır. O zaman find next eləyirik. Bax, gəlir bir-bir tapır sizə, görürsünüz, işarə eləyir. Hansını dəyişmək lazım, onu vursa, bunu dəyişdim. Yenə lazımdır, görürsünüz, növbətiyə keçdik. Find next artıq yoxdur, yenə bitdi o sözlər. Bir dəfə axtarışa verdi, göstərir ki, yoxdur. Yenə lazım olsa başdan başlayır. Bu formada göstərir ki, bir-bir mən gəzdirəm, axtarıram. Baxın, hansını istəyirsən, sən tək-tək əvəzləyə bilərsən. Sonra find-dən go to. Go to test kimin abituriyentlərə də düşür qəbula. Digər imtahan hazırlaşanlar da diqqətlə qulaq assınlar go to-ya. Go to nə edir? Yəni, ya da ofis daxilində işləyirsiniz, fərqi yoxdur. Sizin işinizi asanlaşdıra bilər. Ctrl+Enter vasitəsilə boş səhifələr yaradıram. Boş səhifəni yaratmanın digər yolları da var. Mən çoxlu səhifə lazımdır ki, işimi görə bilim. Səhifələri yaratdıq. Bax, burada aşağıda mənə göstərir ki, cəmi 6 dənə səhifə var. Mən hal-hazırda ikinci səhifədəyim. Go to-nu açıram. Go to. Bir səhifədən digər səhifəyə keçiddir və yaxud da ki, bölməyə, qeydlərə və s. keçid edə bilirsiniz. Hal-hazırda bir səhifə keçid, daha çox da səhifə lazım olur. Məsələn, yazıram bura 3. 3 yazdım. Go to-nu vurdum. 3-cü səhifəyə keçid elədi. Aşağıda da göstərir. 3-cü səhifədə dayanmışam. Üstə gəl yazıram 2. 3-ün üstünə 2 gələcək. 5 keçəcək 5-ci səhifəyə. İmtahana hazırlaşanlar. Burada siz dayanmışsınız 5-ci səhifədə. 40 yazsaz 6, onun gedəcəyi yer 1-ci səhifə olacaq. Çünki 5-dən 6 çıxanda -1 elə, -1 deyə səhifə yoxdur. Son dayanacağı yer, yəni başlanğıcda dayanacağı yer 1 nömrəli səhifə olacaq. Üstünə gəlmişim 7. Birin üstünə 7 gəlində 8 eləyir, amma sizin 8-ci səhifəniz yoxdur. Ona görə sonuncu səhifədə gedib dayanacaq, yəni 6-cı səhifədə dayanacaq. Bunun daha geniş formalarında testlər düşür. O da testlər izah eləyəndə deyəcəm. Homeland tabından bu qədər. Homeland tabında elə bir şey qalmadı. Keçirik biz nəyə? Fayla. Fayldan da biraz danışaq. Faylda gəlir ilkin olaraq bizi qarşılayır. İmtahana xüsusən hazırlaşanlar, yəni proqramda hansı, çünki fərqli formalarda verilir, hansı il veribsə, onun yəni düzülüş sırasına diqqət edin. Abituriyentlərə 2010 düşür, onu verirlər. Ona görə
mən bu formanı göstərirəm, bunu verirəm. Ofis daxilində hər halda irəli səviyyə öyrənir, digər magistrda da digər illəri verirlər. Ona görə yəni sizə bu lazım deyilsə imtahanın bu hissələrdə, indi ümumi şəkildə home-da qalınlıq nə işə yarayır, bunu hamıya lazımdır. Mərkəzdə sağda, solda yazma, yaxud da find, replace, select bu dediklərim ümumidir. Yəni yerinin dəyişməsini siz yerini əzbərləyə bilərsiniz, amma gördüyü işi öyrənə bilərsiniz. Fərq yoxdur ilindən asılı olaraq. Sadəcə faylda məsələn üçün bunların düzülüşü fərqli olur, əlavələr olur növbəti illərdəki versiyada. Ona görə yəni onu özünüzə uyğunlaşdırın. Gəlir ilkin olan faylda save, sənədi yaddaşa vermək. Sənədin yaddaşa verilməsi və yaxud da Ctrl+S-lə sənəd ilkin olaraq dediyi adı dokument gedir. Yaddaşa verdiyimiz zaman save-ə vurduqda bizə ilkin olaraq save as pəncərəsini açdı və burada bizə belə bir yer göstərir ki, siz sənədinizi hara yerləşdirə bilərsiniz? İş masasına, yüklənmişlərin içinə, sənədlər içinə və s. Və file name hissəsinə sənədin adını verir ki, sənədin adı nədir, bura nə istəyirsə onu yazın. Nöqtədən sonra da doc sənədin genişlənməsini verir. Buradan sənədin genişlənməsini özünüz dəyişə bilərsiniz. Məsələn, PDF kimi yaddaşa verə bilərsiniz və yaxud da digər hansı bir genişlənməni seçə bilərsiniz. Sənədin adını yazdı, save vurur, sənəd yaddaşa gedir. Sənəd yaddaşa gedən kimi görürsünüz, dokument artıq yazılmır, sənədin yaddaşa verdiyi adı göstərir. Faylı açıram. Daha doğrusu sənədi açdım hal-hazırda. Həmin yaddaşa verdiyim sənəd. Onun üzərində müəyyən bir yazılar yazdım və yaxud da cədvəl əlavə elədim və s. İstənilən bir dəyişiklik etdim, silə də bilərəm. Fərq yoxdur. Hər hansı bir dəyişiklik edəndən sonra faylı açıb save-i yenidən vursam, diqqət eləyin bu hissəyə. Save-i yenidən vursam, sənəd yaddaşa gedəcək. Amma nə yazmışam, nə silmişəmsə o formada, yəni sənəd olduğu kimi yaddaşa gələcək. Amma mən məsələn bu cədvəli sildim. İstəyirəm ki, köhnə versiya olduğu kimi qalsın, ilkin versiya nə etsə qalsın. Sənədindəki cədvəlin silinmiş variantı isə başqa bir sənəd kimi yaddaşa gəlsin. Save as-ı vururam. O zaman görürsünüz mənə save as-ı vuranda siz nə qədər save as vursanız, o qədər yeni pəncərə açılacaq. Bu da mənə imkan verəcək həmin sənədi başqa yerə yaddaşa verə bilim. Sənədin adını dəyişim. Məsələn, S saxladım. Tipini dəyişim. Məsələn, Word sənədidir. Heç üzərində dəyişiklik etmirsiniz. Word sənədi kimi bir dəfə yaddaşa verdiniz. Bir dəfə save as-ı vurdunuz. PDF kimi yaddaşa verdiniz. Save vurdum. Və bu formada görüm. İndi hər ikisində mən hər ikisi ekrandadır. Səhvləmirəmsə biri bu idi. Görürsünüz, burada cədvəllə olan və sonradan yazdığım məlumatların hamısı göstərir. Digərində isə cədvəl olmayacaq. Hətta bu ikisini yanaşı da qoyub sizə göstərə bilərəm. Yəni, burada biz öyrəndik save-nə, save as-in fərqini. Open, yaddaşda olan hər hansı bir sənədin açılmasıdır. Pəncərə açılan sonra sənədi hara atmışıqsa, hara yerləşdirmişsə, sənədin yerləşdiyi yeri seçirik. Sonradan sənədin adını seçirik. Baxır, hansı istəyirik. Sənədin adı seçildi, yəni yerləşdiyi yeri seçdik, adını seçdik. Və burada imtahana lazım olmayacaq, amma ümumi Word-lə işləyənlər üçün deyə bilərəm. Open ID qaydada aça bilərəm. Open read only açdığımız zaman sadəcə onun üzərində biz dəyişiklik edə bilirik. Open as copy-də necə formada? Yəni bu bilirsiniz nə üçündür? Mən sənədi açdım. Səhvən əlim dəydi. Yəni nələrsə yazdım, sildim. Səhvən əlim dəydi, sənədi yaddaşa verdim. Artıq o sildiyim, yazdığım, hər nə dəyişiklik etmişdimsə, köhnə versiya bir itdi, yaddaşa verdiyim o formada qaldı. Bu mənə imkan verir ki, mən Open as Copy kimi açıram və yaxud da Read Only kimi açıram. Sənəddə üstəndən bir dəyişiklik edirəm və bunu edəndən sonra save eləyəndə o mənə başqa bir pəncərə açır. Yəni, köhnə versiya əldə etmirəm, diqqətsizlik eləmişəmsə, hər hansı bir şey, yəni işimi ehtiyatda tutmaq istəyirəmsə, bu formada açaram Open as Copy. Yəni, köhnə versiya əldə etməyəcək onsuz da, yəni etdiyim dəyişiklik save eləyəndə onun üzərində qalmayacaq. Open as Copy eləyəndə başqa sənəd kimi yaddaşda açacaq. Yəni, kopyasını açır da bir sözlə. Bu formada, amma belə adi qaydada aça da bilərəm bu formada. Sənədi açdım. Açılmış sənədi bağlama Open Ctrl-O-dur, klaviatura yox. Close sənədi bağlamaqdır. Ctrl-W-dən istifadə edirəm. Görürsünüz, sənədi bağlamağı göstərim. Yəni, proqram bağlanmır. Proqram çıxışı buradandır. Sənədi bağlayıram.
Yeni sənəd açmaq üçün fayla daxil olun. Ya open vurub sənədi yaddaşda olan hər hansı bir sənədi aça bilirəm və yaxud da yeni sənəd açmaq istəyirəmsə new-nu vururam. Burada şablonlar da var. Şablonlar da mənə verib. Blank document üzərinə klikləməliyəm və yaxud da create-in üzərinə klikləməklə yeni sənədi açmış oluram. Və bir dənə recentdə sonuncu açılmış sənədlərin, sonuncu açılmış qovluqların siyahısıdır. Hər hansı bir sənədinizi, məsəl üçün imtahan sualları, bunu belə bu hissəni vurmaqla, pin eləməklə onu burada bərkilirsiniz. Çünki burada indi baxırsınız neçədən sənəd seçmişsiniz. 25 dənə, səhv eləmirəmsə ən son 50 dənə sənəd seçə bilərsiniz. Yəni 51-ci, 52-ci sənəd açanda hər hansı bir sənədiniz silinəcək ki, onun yerinə açılsın. Və yaxud da ki, 2 saata oturub bu boyda sənəd üçün lazım olan məlumatı axtarmaq istəmirsiniz, onu pin eləyirsiniz bura. Lazım olanda tez-tez istifadə edə bilirsiniz. Amma pin eləməklə də geri qaytara bilirsiniz. Sənədlərin, hazırlanmış sənədlərin çapa verilməsi print vasitəsilə baş verir. Ctrl+P açdıq sənədi, çapa vermək istədiyimiz sənədi burada mənə göstərir. Ön baxış. Printi vursam heç bir dəyişiklik etmədən sənəd çapa gələcək. Hər hansı bir sənəddən bir deyil, bir neçə nüsxə istəyirəmsə, kopyası onun sayını yazıram. Print all page. Yenə imtahana hazırlaşanlar, magistrlara, miqlərə düşə bilər belə tipdə suallar. Burada print all page-ə diqqət edin. Bütün səhifəni çapa verməkdir. Print all page vursa 100 dənə, 20 dənə, neçə dənə səhifə var, hamısı çapa gələcək. Print selection. Görürsünüz, bu hissənin işığı yanmır. Bu seçilmiş hissənin çapa verilməsidir və bizim seçilmiş heç bir məlumatımız yoxdur deyə ona görə onu çapa vermir. Mən yaddaşa verdiyimiz bayaqki sənədlərin hər hansı birini açaq. Müəyyən bir hissəni seçdim. Ctrl+P ilə də aça bilərəm və yaxud da belə gəlirəm. Burada görürsünüz print selection. Bunu artıq işığı yanır. Bunu vurduğumuz zaman sadəcə seçilmiş məlumatı çapda çıxardacaq. Print current page, cari səhifəni. Yəni mən bunu vurdum. Baxın, hal-hazırda 6 dənə səhifəm var. Mən hal-hazırda birinci səhifədəyim və birinci səhifə ancaq çapdan çıxacaq. Custom range-də isə düşür kursor bu hissəyə. Səhifələrin nömrələrini yazıram. Səhifənin nömrəsini yazıram. 1, vergül qoyub yaza bilərəm. 5, birinci və ancaq 5-ci səhifə çapdan çıxacaq. Yaxud da 5 yazdım, tire qoydum, yazdım 12. Mənim səhifəmin nömrəsinə fikir verməyin, sadəcə göstərmək üçün 12 yazdım. 1 və 5-ci səhifə çıxacaq. Sonra 5-dən 12-yə qədər olan bütün səhifələr ardıcıl şəkildə çıxacaq. One side tək tərəfli çapdan çıxartma və yaxud da hər iki yüzlü çapdan çıxartma istifadə edirsiniz bunu. Collected nə üçündür? Səhifələrin o çıxartdığınız kopyası var ya, nüsxələr. O nüsxələrin ardıcıl çıxarılması və yaxud da ki, qarşı şəkildə. Yəni necə? Məsələn, 6 dənə səhifəlik bir sənədim var. Ondan 4 dənə kopya vermişəm. Bayaq 4 yazmışdı. 4 kopya vermişəm. Bu odur ki, birinci sənədiniz bütün şəkildə çıxacaq. Tam şəkildə 6 səhifəsindən bitəcək. Növbə ikinci səhifəyə, ikinci dəfə kopya çıxacaq. Eyni 6 səhifəlik. Amma siz bu variantı seçsəniz, səhifələr ayrı-ayrı çıxardacaq. Yəni, birinci səhifə 4 kopya çıxacaq, yəni birinci səhifə bitəcək, sonra keçəcək ikinci səhifənin 4 dənə nüsxəsini, kopyasını çıxardacaq. Sonra üçüncü səhifəni, hər bir səhifə, yəni 6 səhifənin hər birini ayrı-ayrı səhifə şəklində sizin verdiyiniz sayda nüsxəsini çıxardacaq. Baxır, müəyyən işlərdə lazım olur. Məsələn, müəllim siz test hazırlamısınız, A, B variantı. Birinci səhifədə A variantı, ikinci səhifədə B, tutaq ki, üçüncü səhifədə C variantı olsun. Onda bu variantı seçmək daha rahatdır ki, sonradan siz onu səhifə-səhifə oturub ayırmayasınız. Album kitab formasında vərəyin seçilməsi, abituriyentlər də diqqət eləsin, ondan sizdə də danışır. Burada göstərirəm. Album forması budur. Miqyası kiçildim, tam şəkildə görün. Və kitab forması da budur. Bildiyimiz, yəni album vərəyi formasında və kitab formasında olan variant. Vərəyin ölçüsüdür. Hansı ölçünü işləyəcəsə onu seçəcəksiniz. Səhifənin kənar boşluqlarıdır. Yəni o yazı yazmadığınız hissələr olur. Abituriyentlərə də var, adı yazılıb. Digər imtahan verənlərə də bu var, ya da ki, kurs işi yazanlar buradan istifadə edə bilirlər. Eyni ilə o bu hissədədir. Səhifə kənar boşluqları, yəni bu hissələri dəyişə bilirsiniz. Eyni ilə onu buradan da eləyə bilərsiniz. Belə yuxarı aşağı görürsünüz. Yazının yazıldığı başlanğıc yerini dəyişə bilirsiniz. Və yaxud da custom'dan açıb
yuxarı, sol, aşağı, nə bilim, sağ məsafəni dəyişə bilirsiniz. Bu da tikiş payıdır. Tikiş payını da buradan seçə bilərsiniz. Tikiş payı qoyursunuz bu formada. Printdə nə qaldı? Bu hissə qaldı. Magistrlara, miqlərə də yadımda səhv qalmırsa, buradan sual gələ bilir. Printer məsələ. Abituriyentlərə hələ ki buradan sual gəlmir. Baxın, burada bir vərəqdə, bir A4 vərəq neçə dənə səhifə yerləşir, onu seçir. Məsələn, 2 seçsəniz, 2 dənə səhifəni, bir dənə vərəyə, A4 vərəyini yerləşdirəcək. Yəni yazılan ölçünü kiçildib ora yerləşdirəcək. Və 6 seçsəniz, 6 dənə səhifəni, bir dənə A4 vərəyini yerləşdirəcək. Məsələ kimi magistrlara düşür. Nə bilim, bunu verir, 200-lü çap verir, kopyasını verir, sonunda sualı verir ki, neçə dənə vərəq istifadə olundu. O da testlərin izahlarında göstərəm. İndi mövzunun izahıdır. Bu qədər. Başqa səhv eləmirəmsə hər hansı bir şey qalmadı. CXN sənədin yaddaşa verilir və göndərilməsidir. Help sənəd haqqında məlumat bayaqda bu işarəni sizə göstərdim. Bu isə ümumi şəkildə bu clause sənədi bağlayır. Bu isə, yəni burada göstərdiyiniz bu əmr eyni şeydir. Proqramdan çıxış verir. Çıxış da verəndə məndən soruşur. Etdiyim dəyişikliyi yadda saxlayın və yaxud da saxlamayın. Word 2010-dan 8.1-i, yəni abituriyentlərə bəzən oxumaq istəmirlər kitabda. Bu forma daha rahat yadlarında qala, ona görə abituriyentlərə uyğun izah elədim və digər imtahan verənlərə ümumi şəkildə də, yəni çalışdığım qədər vurğuladım. Kim hansı işlə məşğuldursa, ona daha çox bu hissə lazım olar və yaxud da digər hər hansı bir hissə lazım olar. Hər hansı bir səhvlik olarsa, diqqətimdən qaçan hər hansı bir şey olarsa, şərhlərdə bildirərsiniz, düzəlişlər edərik. Kanala və yaxud Instagram səhifəsinə qeydiyyatdan keçməklə, daxil olub, follow etməklə daha maraqlı videoları izləyə bilərsiniz. Növbəti videoda da Word-ün tamamı və sonraki videolarda Excel, Access haqqında da videolar çəkəcəm. Sağ olun, görüşənədək.